Səhər tezdən məlumatı alan kimi mən Müdafiə Naziri ilə digər aidiyyəti qurumların rəhbərləri ilə əlaqə saxladım, müvafiq göstərişlər verdim və bu göstərişlər əsasında Azərbaycan ordusu geniş miqyaslı əks-hücum əməliyyatına başlamışdır. Bu müharibə istəyi uşaqlıqdan var. Həmişə arzulamışdım ki, əgər torpaqları alacaqıqsa, mən bunda iştirak edeyim. Ağdamda mən pozisiyada xidmət eləmişəm, ən ön xəttdə olmuşam. 15-17 metrlik səngərimiz olub bizim. Həmin zamanlarda ehtiyatda olan leytenant idim. İndi hal-hazırda özüm ehtiyatda olan kapitanım. Yaxınlaşdım, dedilər, bizə lazımdır zabitlər. Baxdılar, dedilər, biz özümüz məlumat verəcəyik sizə. Füzulidən başladıq. Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd, Şuşa. Sonda da müharibə bitəndə Laçındaydı. Biz getdik, dağlarda qaldıq. Görənboy ilə Kəlbəcər arasında meşələrdə deyək, hərbi üçün təyin olmayacaq bir yer idi. Müharibədə erməni üçün tapılmayacaq bir nöqtə təyin eləmişlər. Müəyyən vaxt orada biz müdafiədə olduq. Daha sonra torpaq alınan sonra müəyyən mərhələli şəkildə su qovşanında və Talış kənddə müdafiəyə getdik. Füzulidən sonra biz artıq işğaldan azad olmuş ərazilərə, ilk növbədə Cəbrayıla geri yerləşmə eləyən zaman, yəni şəhər elə deyək ki, səxralığı xatırladırdı. Yəni biz özümüz təcrübə edik, biz hara düşmüşük də, yəni o dərəcədə bizim düşmənlərimiz şəhəri dağıtmışdılar ki, yəni orada şəhər yox idi də, yəni ancaq torpaq idi, bir ağaclar. 2015-2016-cı illərdə aprel döyüşlərində də olmuşam, yəni Lələtəpə istiqamətində döyüşdə olmuşam. Yəni döyüşdə həmin vaxtda mən yaralı əsgərlərimizə kömək eləmişəm. Yəni bilirdim ki, qayıda da bilərəm, qayıtmaya da bilərəm. Yəni yaralana da bilərəm, hər şey ola bilər. 1992-93-cü illərdə bizim Xocalı soyqırımı və digər bizə qarşı erməni düşmənimiz tərəfindən törədilən cinayətlər dururdu və orada olan körpə uşaqların necə qətlə yetirildiyini biz görürdük, bilirdik. Həmin an müharibə əmri veriləndə bizim bir məqsədimiz var idi. Nə bahasına olursa olsun düşməndən torpaqlarımızı azad etməliyik. Qoradiz dəstəsinə göndərildim 22 sərhəd zastavasından. Daha sonra isə mən Cəbrayılın sərhəd zastavalarında və Zəngilanın sərhəd zastavalarında sərhədin mühafizəsi xidmətində fəal iştirak elədim. İnam var idi. Atladıqca o inam var idi. Bilirdik ki, axı bu ya oyan olmalıdır, ya boyan olmalıdır. Bizi kim görürdüsə maşını saxlayırdı, əllərini qaldırıb dua edirdi. Yəni bu bizə xüsusi ayrı bir hisslər yaşadırdı. Yəni bunu ancaq yaşayan da insan hiss eləyir. Millətin yəni ki, köməyi olmasaydı da dövlət o dəstəyi bizə verəcəkdi. Ancaq ki, millətin o dəstəyi biz üçün çox önəmli idi. Sonra papaq göndərdi, içində məsələn yazırdılar, əskər qardaşlarımız, balaca bizim bacı qardaşlarımız, belə deyim, uşaqlar yazırdılar, əskər qardaşlarımız, biz sizinlə fəxr edirik. Həmin o yazan özü də müharibə zonasından, Qarabağdan idi. Onun üçün görün necə fəxr edir ki, yəni əskər qardaşlarım, əskər əmilərim, sizə eşq olsun ki, siz bizim torpaqlarımızı azad edirsiniz və bizim də, mənim də əlimdən gələn sizə olan köməyim budur. Yəni həqiqətən elə bir şeyləri görəndə bir müddət biraz kövrələ bilərdi, biraz, amma həmin körpənin o yazısı bizə bir daha ruh yüksəkliyi verirdi. Kiçik maşınların qalxmadığı yolu dağlardakı hansı ki, yanaşdırmışlar kəpərlərə, siz çıxa bilmirsiniz, biz sizə buradan veririk, nəyiniz lazımdır. Olanı da artıq götürün deyirik ki, sabah gün lazım olar. Ərzaq da var idi, su da var idi, qida da var idi, paltar da var idi. Biz oraya gedəndə artıq qarlanmışdı hava. Yağışdan qara getmiş. Papağımızdan tutmuş, yəni mülki əhali bizim üçün hər şeyimizi gətirmişdi. Rəhimov Rövşən, başda olmaq şərtilə Bərdə Reklam Agentliyini salamlayıram. Rövşən, bax, sən gətirdiyin nardan əziz qardaşım. Düşmən hərbi obyekt olmayan bir məntəqələri də vururdu, yəni belə ki, atəş açırdı onlara. Bərdə şəhərinə artilleriya zərbəsi endirilmişdi və həmən artilleriya zərbəsi nəticəsində bizim Bərdə Regional İdarəsinin inzibati binası da belə zərər dəymişdi ona və belə deyək, o həmən zərərdə yəni az bir miqdarda deyildi.
həmin sadəcə olaraq əməkdaşların xoşbəxtçiliyindən əməkdaşlar həmin vaxtı işdə deyildilər. Azərbaycan Dövlət Reklam Agentliyinin Bərdər Regional İdarəsinin binası, reklam idarəsinin binasıdır. Otaqların əksəriyyəti demək olar ki, yararsız vəziyyətdədir. Pəncərələri sınır, şüşələri dağılır, otaqdakı əşyalar və bir sıra sənədlərə də ziyan dəyib. Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir. Bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış Azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz. Bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də görməlidirlər və görəcəklər. Biz göstərəcəyik. Elə insanlar var idi ki, valla mən yəni boyu buxundan asılı olmayaraq, yəni cılızı var idi, arığı var idi. Baxırdım ki, bu insanlarla sən bir yerdəsənsə, yəni sənə elə bil ki, ölüm yoxdur. Bugün çiyin-çiyinə, məsəl üçün, qucaqlaşıb yatdığım gecə bir qardaşımın, məsələn, səhər dururdun, indi səpələnirdik, məsəl üçün, orada ərazilər boyu. Səndən bir 10 metr, 20 metr, eləsi vardı, 30 metr qıraqdaydı, oradan hiss edir ki, familiyasının adı çəkilirdi ki, filan kasıb rəhmətə getdiyi, şəhid oldu və s. 2 gün su içmirdik, 1 gün su içmirdik, elə hallar olurdu. Bəzən yorulurduq, fikirləşirdim, görən hansı dağda öləcəm, ən azından burada olum, daha önce yorulmuşam. Belə şeylər də olur. Həmin vaxtı mən belə deyim də, Lələtəpə istiqamətində onda bir dənə sözüm oldu ki, qardaşıma zəng dedim ki, yəni qızlarımız sənə əmanətdir. Yəni o hiss biraz başqa cür olur. Yəni o hissi heç kim arzu eləmir. Yəni müharibəyə ilk başlayan gündür, Füzulidən başladıq. Ən çox itkini də orada vermişik. Tanıdıqlarımdan da var idi, belə könüllü gələnlərdən də var idi, orada tanış olduqlarımız. Yaralanmağınız necə oldu? Qubadda hücuma keçəndə 3 dəfə maşın dəyişmişik, yəni vurmasınlar maşını deyə. Yaralı vəziyyətdə. Balində əməliyyat oldum, ondan sonra gəldim Respublikanski. Mənim onda 45 yaşım var idi, indi 51 yaşım var. Məsələn, biz onda getdik, mən onda da getmək istəyirdim, əlim qolum salamatdır. Mənə daha asandır, nəinki cavanlara. Çünki mən görmüşəm, ailəliyəm, uşaq da var, evdə var. Mən hətta ölsəm belə mənim üçün fərqi yoxdur. Nə itirəcəm? Uşaq var, ailə var, baxacaq, dövlət baxacaq. Vaxtaşı biz döyüş yoldaşlarımızla yığışırıq və həmin o döyüş yoldaşlarımızı həmişə yad edirik. Allah onlara rəhmət eləsin. Olsa da o şəxsə vicdan olmaz. Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. İnanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Azərbaycan əsgəri həqiqətən çox güclü rəşadətli döyüşürdü. Yəni döyüş hazırlığı çox yüksək idi, döyüş ruhu çox yüksək idi. Xalqımızın, dövlətimizin dəstəyi ilə bu belə desək, sınaqdan çox yaxşı keçdik. Artilleriyada olmuşam. Həmin an Şuşa döyüşləri gedəndə biz Şuşa yaxınlığındaydıq. Yəni artilleriya üçün yaxın məsafə 10-12 kilometrdir də. Yəni biz rabitə vasitəsindən artıq bilirdik ki, orada həqiqətən ağır döyüşlər gedir. Şuşanın coğrafi mövqeyini də təsvir edirdik, bilirdik necədir. Yəni hündür bir yerdədir və oranı fəth eləmək çox çətin bir şeydir. Artıq onda mən şəxsən hiss eləyirdim ki, yəni bu sonudur. Şuşanın işğaldan azad olundan sonra hiss elədim ki, bu həqiqətən sonudur. Mən özüm Şuşalıyam əslən.
və Şuşanın azadlığını işlərində başqa bir his keçirdim. Babalarım, atamgil həmişə Şuşadan danışırdılar ki, Şuşa necə bir yerdir, necə gözəl bir yerlərimizi ermənilərə verib gəlmişik və amma ümid həmişə bəsləyirdilər ki, nə vaxtsa torpaqlarımız işğaldan azad olacaq və şükür Allah, bu da belə oldu. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bəlkə də o döyüş anlardan çox biz sevinirdik ki, biz qələbə çala bilərmiş. Ancaq Talış kəndi ilə Suqovuşanın alınmazı daha çox sevinirdim. Çünki biz orada çoxlu şəhid vermişdik. Biz keçmiş döyüşçülər həmişə, bilirsiniz, qanla alınan torpağı qanla da, verilən torpağı demək olar ki, verməmişik, verilən torpağı qanla da almalıydıq. Qanımız bahasına almalıydıq. Məqam gözləyirdik. 44 gün ərzində misli görünməmiş, dünyada misli görünməmiş bir qalibiyyət əldə elədik. İnsan sevinir ki, yəni mənim də orada bir payım oldu ki, yəni mənə də qismət oldu ki, mən də getdim. Başqa qardaşlar da var ki, onlar da getmək istəyirdi, amma indi kimsə çağırılmadı, kimsə könüllü yazıldı, aparılmadı və s. Amma bizə qismət oldu, şükür Allah, getdik, gəldik ki, payımız orada oldu. Sevincindən ağlayan var idi, kövrələn var idi, inanmayan var idi hələ də. Ermənilər kütləvi informasiya vasitələrini göstərəndə onların oynamağın, rəqs edilmiş, sevinməyin cəbhə yoldaşım var idi. Deyirlər, bu nə vaxtda kim olacaq? Deyir, səbirli ol. O torpaqdır, onlara qalmışdır, səbirli ol. Bir-birə təsəlli verər, belə yaşayır. Amma inan var idi ki, yəni ki, bu mümkün deyil, bu qeyri-mümkün ki, yəni ki, torpaq kiminsə ərazisi kimi sayılsın, ikinci Ermənistan olsun. O özləri də ona qəşəng başa düşürdülər. Ona görə heç nə tikmirdilər, heç bir abadlıq işi görmürdülər, bilirdilər onlar. Onlar bilirdilər ki, bu torpaqdan pay olmayacaq. Axır əvvəl çıxmalıdır orada. Və hələ də oldu. Səhər durdum, gördüm ki, mənim uşaqlar hamısı qapıda yığışıb, qışqırırlar. Yolda çıxıb Respublikanska gedə-gedə maşın deyə, bayraq, hamısı qışqırır. Yəni bildiyimiz sevincizdir. Abadlıq, quruculuq işlərinə söz ola bilməz və qısa müddət ərzində bunu eləməyimiz bu dünya miqyasında bəlkə də tay bərabəri olmayan bir şey. Biz Şuşada da gördük, Xankəndinin özündə də çox böyük işlər gedir, abadlaşma işləri gedir. Adam deməli təzədən tikilir. O möhtəşəmliyi görəndə həqiqətən çox böyük işlər görülür, çox böyük işlər görülür. O yollardan tutmuş, tikilən binalara kimi, tikilən qəsəbələri kimi çox böyük möhtəşəm işlər gedir. Biz onu şəxsən gördüm orada. Kəndlər, qəsəbələr, bəli, fəxr edirəm ki, öz torpağımızda həmin kəndlər, qəsəbələr yenidən bərpa olunur. Torpaqlar bizə məxsus ola da necə də quruculuq işləri davam edir. Azbaş komandanın göstərişi ilə, rəhbərimizin şücaəti ilə. Əsas o torpağın qayıtmağı, tikib qurarıq, əsas şükür Allah ki, o torpaqlar qayıdıb. Şuşaya gedən yolun hər qarışı, hər daşı qürur və sevincimizi əks etdirir. Dövlət Reklam Agentliyinin təqdim etdiyi Şuşanın müqəddəs adının həkk olunduğu bu lövhə isə birlik və ehtiramımızın təcəssümüdür. İsa Bulağı kompleksi, Qarabağın işğaldan azad olunan digər ərazilərində həyata keçirilən layihələr isə agentlik tərəfindən görüləcək işlərin ilk mərhələsidir.
Cənab sədr Fərhad Məlumat Gözəlova təşəkkürümü bildirirəm. Timsalında digər rəhbərlərimizə, öz idarə rəhbərlərimizə və kollektivimizin işləyinə çox təşəkkürümü bildirirəm. Deyil müharibə günü il ərzində, yəni işlədiyim müddətdə işdən kənar olsun, iş vaxtı olsun, həmişə qeydimizə qalıblar. Cənab sədr başda olmaqla hər birinə təşəkkür edirəm. Çox sağ olun ki, yəni bizə diqqət ayırırsınız. Ad günümüzdə səhər tezlərindən ilk zəng saat 9 iş başlayan kimi kadrlar şöbəsindən və s. zəng vurub təbrik ediblər. Çox böyük bir şeydir. Hər sahədən öz qayğılarını, dəstəklərini görmüşük. Vacib deyil ki, əl və silah alıb döyüşəsən. Yəni ən azından misal üçün deyək də, mənim anam da döyüşüb, nə dua ilə döyüşüb onlar. Həmçində siz, yəni arxa cəbhədə olan insanlar daima əli göydə olub dua ediblər. Və onlara da təşəkkürümü bildirmək istəyirəm. Bu bizim hamımızın qələbəsidir. Bütün Azərbaycan xalqına. Biz döyüş meydanında bu qələbəni qazandıq. Bütün dünyaya Azərbaycan xalqı nə qədər böyük xalq olduğunu göstərdi. Yenilməz xalq, dəmir iradəli xalq. Şuşa məscidində azan səsi, Müdür düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bu zəfər bayramıdır, bu rəşadət bayramıdır, bu ədalət bayramıdır, bu milli qürur, milli ləyaqət bayramıdır. Eşq olsun Azərbaycan xalqına, Qarabağ bizimdir. Qarabağ Azərbaycan!